Salam əziz dostlar, bacılar, qardaşlar. Buzovna adı Ayıq Sürücü filmindən yığışdırıldı və ümumiyyətlə Əli Məmmədovun YouTube kanalından bu film tamamilə silindi. Baxmayaraq ki, 230 min baxış sayı var idi. Film silindi, filmdə redaktor işləri görüldü, yenidən dublyaj aparıldı. Buzovna adı şərti məkan adı ilə dəyişdirildi və yenidən YouTube kanalında yayımlanmaqdadır. Hamınız ona baxa bilərsiniz. Mən istəyirdim ki, filmin müəlliflərinin bu atdığı addımlara görə onlara təşəkkür bildirim, qısa bir video paylaşım. Ancaq dünən axşam, gecə və bugün baş verənlər məni məcbur edir ki, baş verənlər haqqında ətraflı bir izahat verim və bu baş verən hadisələrin iştirakçıları olan insanlar, həm filmin müəllifləri, həm burada görüşdə iştirak etmiş insanlar, hamısı Facebook, yəni istifadəçiləridir. Onlar da fikirlərini bildirə bilərlər ki, baş verənlər necə olub, necə olmayıb, mən nə dərəcədə bunları şəffaf sizə təqdim edirəm. Hamı bilir ki, Buzovna sakinləri tərəfindən böyük etirazlara səbəb oldu bu film və yüzlərlə imzalar toplandı və bugün də yəni toplanmağa hətta yəni davam edildi, yəni bu son saata qədər. Bilirsiniz ki, yəni biz Kinematografiya İttifaqına, Mədəniyyət Nazirliyinə, Prokuraturaya, Daxili İşlər Nazirliyinə hazırlayırdıq lazımi materialları və hətta Milli Elmlər Akademiyasından da müsbət rəy almışdıq ki, məhkəmədə hansı ki həlledici rol oynayacaqdı. Bütün bunları saxladıq, yəni son bu saatda. Niyə görə? Çünki çox başqa bir daha rahat və daha həlledici bir başqa bir perspektiv çıxdı üzə. Necə oldu bu? Mənim böyük bir qardaşım, rejissorumuz Elçin Ağazadə var ki, hansı ki onun şəxsiyyətinə, sənətinə, dərin imanına çox böyük hörmətim var, ondan öyrənirəm, həmişə də öyrənəcəm. Əziz qardaşıq, onunla bu mövzunu müzakirə edirdik. O istedi ki, Elvin Rüstəmzadələ, yəni Vətəndaş A serialının hansı ki rejissorudur, həmçinin də bu Ayıq Sürücü filminin rejissorudur. Onunla yaxınıq, ailəlicə dostu və onunla müzakirələr aparıb Elvinin təəssüf etdiyini, bu məsələ üçün həllini tapsın deyə nələrsə etməyə hazır olduğunu bildirdi. Onda mən təklif elədim ki, gəlin görüşək. İmkan olar, Buzovnada ağsaqqallarımızla birlikdə Elçinlə bunu müzakirə etdik, götür-qoy etdik ki, alınmaz, şəhərdə hardasa bir kafedə, ya necəsə. Çox cavan olmasına baxmayaraq Elvin Rüstəmzadə sağ olsun ki, onun Buzovnaya gəlməyə və ağsaqqallarla görüşməyə hazır olduğunu bildirdi və biz də bunu təşkil etməyə başladıq. Ruhullah Axundov adına Mədəniyyət Evinin müdürü Afət xanıma təşəkkürümü bildirirəm ki, icazə verdi. Mədəniyyət Evində görüşdük. Kəndimizin axundu, ağsaqqalımız Hacı Soltan əmi, Hacı Şəhriyar qardaşımız, Azərbaycanın əməkdar artisti, Buzovnalı əzizimiz Hacı Mirzə əmi iştirakı ilə ağsaqqallarımız yığışdı və mən Elçin Ağazadə, Elvin Rüstəmzadə rejissor və filmin baş qəhrəmanı Rəhman rolunu oynamış Səmimi qardaşımız. Qardaşımızın adı Səmimidir, özü də çox səmimi insan idi, tanış olduq, çox şad olduq. Onlar gəldilər Buzovnaya, görüşdük Mədəniyyət Evində və təxmini bir 3 saata yaxın müzakirələr apardıq. Hər bir tərəf öz iradlarını, öz fikirlərini, öz haqlı tərəflərini irəli sürdü və belə bir vəziyyətdə fərqli düşüncələrə, fərqli dəyərlərə, fərqli mövqeyə, fərqli yanaşmaya sahib olan insanların konkret bir mövzuda ortaq məxrəcə gəlmələri çox çətindir. Qarşılıqlı anlayışı gəlmələri çox çətindir. Burada yəni kompromis tapmaq olduqca çətindir. Bunun üçün adətən dəfələrlə görüşlər tələb olunur. Lakin buna baxmayaraq biz bir görüşdə bu kompromisə nail ola bildik. Deməli, biz Buzovna sakinləri olaraq bizim kompromisimiz oldu ki, biz belə deyək də, əldə olunan bütün bu sənədlərlə, hansı ki filmin tamamilə yayımının yığışdırılmasına səbəb ola bilərdi, bu sənədlərlə məhkəməyə, prokuraturaya, Daxili İşlər Nazirliyinə, Mədəniyyət Nazirliyinə, Kinematografiya İttifaqına müraciətlər etməyimizi saxladıq. Təklif etdik ki, biz bunları saxlayaq, filminiz tam silinməsin. Bunun qarşılığında siz də addım atın, Buzovna adını oradan çıxardın və ümumiyyətlə bizim də mövqeyimiz oldu, ağsaqqalların məsləhəti mövqeyi oldu ki, bu məsələdə söhbət Buzovnadan getmir, söhbət Azərbaycanımızın
istənilən yəni bölgəsinin, kəndinin, küçəsinin adının çəkilməsindən gedir ki, burada həm də adi hadisələrdə belə etika naminə belə deyək də kütlənin qınağından, xoşagəlməz hadisələrdən yayınmaq məqsədi ilə şərti adın istifadə edilməsi həmişə praktikası var. Dünya kinematografiyasında, Azərbaycan kinematografiyasında bununla yəni tanışıq. Bu təcrübə çox aktiv şəkildə istifadə olunur və belə istifadə olunması yaxşıdır. Bunun üçün yəni dəyişdirilsin. Bizim filmin müəllifi olan, rejissoru olan daha doğrusu Elvin qardaşımız da, səmimi qardaşımız da aktyor olaraq çox böyük anlayışla yanaşdılar. Ağsaqqallarımızın məsləhətləri ilə, etdiyi söhbətlərlə, çəkdiyi böyük yəni müdrik məsələlərlə həmfikir oldular, məsləhətləri qulaq asdılar, öz təəssüflərini bildirdilər, üzrxahlıq etdilər və bu işə əncam çəkməyə razı olduğunu bildirdilər. Bir çox müzakirələrdən sonra biz qərara gəldik ki, YouTube-dan silinmədən YouTube-da videonu redaktə etmək, edit etmək, yəni redaktə etmək və səsi dəyişmək imkanından istifadə edib. Çünki baxış sayı var da, senarist Əli Məmmədovun da ilk filmidir. Ona görə biz də qarşılıqlı anlayışla kompromisə getdik ki, okey, qalsın video, edit olunsun, yəni redaktə olunsun səs, buzovna da oradan çıxarılsın. Belə razılığa gəldik və qarşı tərəfdə yerləşən bir kafedə çörək kəsmək üçün durduq ora getməyə. Ancaq xoşagəlməz bir hal o oldu ki, biz küçəyə çıxıb ora gedəndə küçədə olan bir 6-7 nəfər insan baş rolda oynayan səmimi qardaşı tanıdılar və demək olar ki, onların üstünə hücum etdilər. Düzdür, yəni ki, ciddi heç bir şey olmadı. Onlar kəndin ağsaqqalını məni tanıdılar, Şəhriyarı tanıdılar, Hacı Mirzəni tanıdılar və ona görə də yəni, dayandılar. Və təəssüf olsun ki, bir yerdə çörək kəsmək bu dəfə qismət olmadı. Bu vəziyyətdə bizim filmin müəllifləri də həmçinin şəxsi təcrübədə bu vaxta qədər sözdə eşidirdilər, təsəvvür edirdilər ki, nəsə cəmaət narazıdır. Ancaq küçəyə çıxan kimi 5-6 nəfərin baş qəhrəmanı tanıması və onlara hücum etməsindən dərk etdilər ki, bu zonada vəziyyət həqiqətən çox kritikdir bu məsələ ilə bağlı və onların bu ciddi iddiası yəni yatan deyil. Təəssüf olsun, biz maşına oturduq, uzaqlaşdıq artıq həmin yerdən və Elvin qardaşımız Əli Məmmədovla məsləhətləşib artıq filmin edit olunması üçün işlər görməyə başladılar dünən axşam. Ancaq dünən axşam saat 12-yə qədər biz onlar edit etməyə çalışdıqca aydın oldu ki, YouTube kanalında 100.000 baxışı yığmış və 100.000 baxış sayını keçmiş videonu redaktə etməyə YouTube icazə vermir. Ona görə də yalnız bircə çıxış yolu qalırdı ki, video silinsin. YouTube-dan ayrıca, yəni dublyaj olunsun və sonradan yeni versiyası YouTube-a yüklənsin. Və biz bunu müzakirə etmək üçün yenə də axşam artıq saat yəni 12 idi, 1-in yarısı idi bu ərəfədə video konferansda, video görüntülü olaraq Türkiyədən Əli Məmmədov, senarist, filmin müəllifi, rejissorumuz Elvin Rüstəmzadə, əziz dostum, qardaşım, rejissorumuz Elçin Ağazadə və mən birlikdə video konferansa qoşulduq və uzun-uzadı müzakirələr aparandan sonra Əli Məmmədovun da yəni gənc yaşda olmasına baxmayaraq böyük çətinliklə verdiyi qərar oldu ki, film silinsin YouTube kanalından və o dublyaj olunsun, buzovna adı şərti adla əvəzlənsin və yenidən YouTube kanalına yüklənsin. Əli qardaş istedadlı senaristdir, yazıcıdır və hesab edirik ki, onun birinci işində belə bir problemlə üzləşməsində, belə bir halla üzləşməsində böyük bir təcrübə ilə qarşılaşmış olur, böyük bir belə deyək, təcrübə bazası özünə toplamış olur. Onun üçün bu qərarı vermək həqiqətən də çətin idi. İlk yəni filminin onun özünün dili ilə desək, Facebookda paylaşıb ki, sanki 11 gündür də paylaşılıb YouTube'da video, sanki 11 yaşlı körpəsini məzara qoymaq kimi ona ağır gəldi. Ancaq o bu qərarı verdi və filmi sildilər. Film sililəndən sonra yeni dublyajla yenidən artıq yüklənib, ona baxa bilərsiniz. Mən buradan təşəkkür etmək istəyirəm Elvin Rüstəmzadəyə, səmimi qardaşa ki, onlar buzovnaya gəldilər, biz birlikdə görüşdük. Ağsaqqallarımıza da təşəkkür edirik ki, biz onlara buzovnanın mədəniyyətinə,
bizim mənəviyyatımıza, qonaqpərvərliyimizə uyğun şəkildə biz qardaşlara qucaq aça bildik, süfrəmizi aça bildik. Təəssüf olsun ki, ürəyim istəyən şəkildə tam həyata keçə bilmədi, ancaq hesab edirik ki, indi yaxın günlərdə biz yenidən görüşəcəyik onlarla. Digər tərəfdən Əli qardaşımız burada iştirak etməsə də, Türkiyədə olsa da, onun üçün bu baş verənləri, yəni eşitdi. O özü də burada olsaydı, onu da yəni çox böyük hörmətlə, sayğı ilə qucaq açacaqdı bu zovnada. O da yəni sonradan bütün bunları bildi, başa düşdü və verdiyi bu çətin qərara görə ona da təşəkkürümüzü bildiririk və hesab edirəm ki, Vətəndaş A serialı kimi Azərbaycanda çox uğurlu bir filmin, layihənin rejissoru olan Elvin qardaşımız üçün bu qərar vermək asan olmayıb və inanıram ki, hər iki gəncimiz bu işdə böyük təcrübə topladılar və bundan sonra gələcək nailiyyətlərində, gələcək layihələrində əminəm ki, çox möhtəşəm uğurlara imza atacaqlar və biz də onlara dəstək olacağıq, biz də sizin yanınızdayıq. Verdiyiniz qərara görə, milli mənəvi dəyərlərimizə verdiyiniz yüksək dəyərə görə, qəbul etdiyiniz müdrik qərara görə, ağsaqqallara etdiyiniz hörmətə görə, çünki bu zonada həmişə ismət, əxlaq, böyüyə hörmət, ehtiram, ənənəvi ailə dəyərlərimiz bu gün də hökm sürür və onlar hökm sürdükcə bizim millətimizdə bir-birimizə qarşı məhz bacı, qardaş, böyük, kiçik, ana, ata, əziz münasibətlər olacaq və siz bunları üstün tutduğunuza görə sizə təşəkkür edirəm, var olasınız. Başqa bir məqamda toxunmaq istəyirəm, artıq bundan sonraki vəziyyətə. Yəni artıq film dəyişilib, Buzovna adı orada yoxdur. Buradan yəni biz xahiş edirik həmçinin ki, Əli qardaşımız həm Instagram kanalından, həm TikTok kanalından bu şeyləri də yığışdırsın, yeni versiyasını paylaşsın. Yəni özü də bilir, paylaşacaq. Bundan sonraki vəziyyət yəni necədir? Bu gün istər Buzovnada, istər ətrafda həm bizə, həm onlara qarşı yenə də narazılıqlar var. Bizə qarşı narazılıqlar yəni ondan ibarətdir ki, niyə filmin tam silinməsinə görə biz yəni tam sildirmədik filmi, sadəcə redaktör edib Buzovnalını oradan çıxartdırmağa çalışdıq. Yəni belə deyək də, bizim gəldiyimiz kompromis kəndimizin ağsaqqalları, filmin müəllifləri arasında müzakirə edilib, qarşılıqlı anlayışa gəlinib, belə qarşılıqlı hörmətlə gəlinmiş qərardır və bu qərara hamının hörmətə yanaşması tələb olunur. Çünki bu, belə deyək də, hamımız anamız Azərbaycanın övladlarıyıq, heç birimiz düşmən deyilik. Sadəcə iki fərqli mövqeyə yanaşırıq və bu kəskin olsa da biz düşmən deyilik. Və burada qarşılıqlı anlayış olduqca vacibdir. Filmin silinməsini tamamilə, yəni yerli dibli silinməməsi üçün yanaşmağımız da bizim Buzovna sakinləri tərəfindən belə deyək də qəbul edilməli və qərar verilməli bir məqamdır ki, bu da Buzovnanın mədəniyyətinə, Buzovnanın mənəviyyatına daha uyğun olar ki, bu daha müdrik seçim olar biz tərəfindən. Digər tərəfdən sənət adamları tərəfindən bizim müəlliflərimizin verdikləri qərara qarşı edilən belə deyək də təhqirlər də, həmçinin tənqidlər də yersizdir. Çünki onlar verdikləri qərar hesab edirəm ki, elə bir qərardır ki, onu gələcəkdə yəqin ki, zaman-zaman başa düşəcəklər insanlar və bu baş verən hadisələr də hesab edirəm ki, gələcəkdə istər Bakının kəndlərində, istər Azərbaycanımızın istənilən bir bölgəsinin kəndlərində, küçəsində çəkiliş edən insanlar haqqında, insanların belə deyək də verəcəyi qərarlarda qoy belə deyək də nümunə, örnək rolunu oynasın, bunu rəhbər tutsunlar əllərində çəkiliş edərkən. Çünki bu da bilirik ki, yəni adi iPhone-u əlində alıb çəkiliş edən, yəni yerindən durma insanlar da çoxdur. Elvin kimi, Əli kimi sənətini, işini bilən insanlar da çoxdur. Ona görə yaxşı olar ki, düşünsünlər ki, hər hansısa bir məkanın adını çəkəndə, istər orada yaxşı hadisələri baş versin, istər orada pis hadisələri baş versin, yerli sakinlərin mənəviyyatına, heysiyyətinə, düşüncəsinə, dəyərlərinə toxunmamaq üçün, xoşagəlməz hadisələrdən qaçmaq üçün baş verən hadisələrin cərəyan etdiyi məkanın adı şərti adlarla dəyişdirilsə yaxşıdır və bu təcrübəni hamı yaxşı bilir.
Və bu çox vacib şərtlərdən biridir. Sənəd adamlarının bu insanları tənqid etməməyi çağırıram. Onların qərarı çox möhtəşəmdir. Xalqımızın, milli mənəvi dəyərlərimizin, birliyimizin, sülhün, əziz münasibətlərimizin, qardaşlığımızın vəhdəti, gözəlliyi naminədir. Xahiş edirik bununla hamı barışsın. Və bundan sonra da bizimlə Elvin Rüstəmzadə, Əli Məmmədov arasında heç bir mənfi xarakterli qarşılıqlı münasibətlər ola bilməz. Biz hamımız bir xalqın övladlarıyıq. Biz qardaş münasibəti ilə yolumuza davam etməyə hazırıq. Qarşı tərəfi də buna çağırırıq və artıq biz onsuz da bunda razılaşmışıq və qoy hamının da bunu bilməsini istədik. Belə, sağ olun, var olun, diqqətinizə görə.